İslam müəllim, mən istəyən bir balaca haşiyə çıxım. Yəni, çox mənim üçün də qəribə göründü. Bu evə, binaya gələndə, küçəyə gələndə yazılıb ki, Aşıq Ələsgər küçəsi. Yəni, bu doğrudan da təsadüfdürmü? Siz Göyçədən gələndən sonra, köçəndən sonra necə deyərlər? Bu küçəni özünüz istədiniz, seçdiniz, yoxsa elə təsadüfən gəldi, sizin taleyinizə bu küçədəki ev düşdü. 26 nömrəli evdir deyəsən? Yox, 6 nömrəli. 6 nömrəli ev, bəli. Yox, bu təsadüf deyil. Təsadüf deyil. Biz oradan qovulandan sonra Kəlbəcərdə olduq, sonra Naftalanda olduq. Ama ben Bakıya geldim, işe dəvət elədilər, gəldim bura. Burada çox yer vardı, çox boş yer vardı, ümumiyyətcə. Haraya istəsəm düşə bilərdim. Amma məhz bu küçəyə düşmək üçün mən çox xətərləşdim. Belə bundan da yaxşı yerlər vardı, remontlu falan. Amma məni bir şey maraqlandırır. Mən ki Göyçədən ayrılmışam, Ocaqdan ayrılmışam. Mən istəyərdim ki, Aşıq Ələsgər küçəsində mənim evim olsun. Bu mənim üçün böyük təsəlli olardı. Ona görə, məhz buna görə. Bir var ki, bu xeyir şəhər var da qabaqda. Bir var deyəsən ki, İslam müəllimlər deyəsən Şors küçəsində və yaxud Kesxavelidə bir də var deyərlər ki, Aşıq Ələsgər küçəsində. Bu mənim üçün böyük təsəlli. Həm də böyük təsəllidir. Buraya düşmək üçün. Bana kömək edən yoldaşlara da adım hamısına minnətdaram. Sağ olsunlar. Can sağlığından yaşayın və mən arzu edirəm ki, yəni bu bütün saz sevərlərin arzusudur, bütün Göyçə sevərlərin arzusudur ki, Allah qoysa o axın dala qayıtmalıdır. İnşallah, inşallah. Heç şübhəsiz ki, bu əsrin özündə bir üç dəfə bu hadisə bizim soydaşlarımızın başına gəlir və mən əminəm ki, bizim o kənd, yəni təkcə o kənd yox, o böyük mahal sahibsiz qalmayacaq və orada bizim babamızın ruhu darıxmayacaq. Mən buna əminəm.